Tarix bəzən səssiz danışır, bəzən isə bir binanın divarlarında qorunan xatirələrlə. Qubanın mərkəzində, gündəlik həyatın içində yerləşən bu məscid yalnız ibadət yeri deyil, o bir şəhərin yaddaşıdır. Bu, Hacı Cəfər məscididir. Qubanın ən böyük məscidlərindən biri olan Hacı Cəfər məscidi təxminən 2 əsrlik bir tarixi yaşadır. Bugün biz bu abidəyə yalnız memarlıq nümunəsi kimi deyil, insanlıq, vicdan və dözümlülük simvolu kimi baxacaq. Mənbələrə görə Hacı Cəfər məscidinin hazırki binası 1905-ci ildə tikilib. Lakin araşdırmalar göstərir ki, bu məkanda daha öncələr də ibadət yeri olub. Bu məscidlə bağlı az bilinən faktlardan biri də budur ki, məscid şəhərin mərkəzində yerləşməsinə baxmayaraq, ilk vaxtlar əsasən səyyahlar və bazar ətrafında çalışan insanlar üçün dayanacaq məkanı rolunu oynayıb. Deyilənə görə məscid, onu inşa etdirən Hacı Cəfərin şəxsi vəsait hesabına tikildiyi üçün bu adla tanınır. Bu qapı sadəcə bir giriş deyil. Bu qapı bir faciənin qarşısını alan sədd olub. 1918-ci ildə Qubada baş verən qanlı hadisələr zamanı erməni silahlıları qocaları, qadınları və uşaqları bu məscidə toplayaraq diri-diri yandırmaq istəyiblər. Şəhər ağsaqqallarının danışdığına görə, həmin vaxt məscidin axundu Hacı Baba bu vəhşiliyin qarşısını almağa çalışıb. Onların dediyinə görə Hacı Baba öz qızları kimi böyütdüyü kimsəsiz qızlar arasında erməni qızlarının da olduğunu ermənilərə bildirib. Deyib ki, biz sizin qızlarınıza öz evladlarımız kimi baxırıq. Əvəzində siz bizi öldürmək istəyirsiniz. Bundan sonra ermənilər insanları yandırmaqdan vaz keçirlər. Sovet işğalından sonra dinə qarşı aparılan siyasət Hacı Cəfər məscidindən də yan keçmədi. 1930-cu illərdə məscid bağlandı, günbəzi dağıdıldı. Binadan əvvəl tələbə yataqxanası, sonra isə taxıl anbarı kimi istifadə olundu. Qubalı ağsaqqalların dediklərinə görə 1943-cü ildə yerli sakinlər öz vəsaitləri hesabına məscidin günbəzini bərpa ediblər. Beləcə 1944-cü ildən bura yenidən məscid kimi öz işinə davam etməyə başlayıb. Bu, Qubada dini irsi olan sədaqətin səssiz, amma qətiyyətli örnəyidir. Bu məscid nadir örnəklərdəndir ki, burada məzhəb fərqi yox, birlik anlayışı ön plandadır.
pişmiş kərpicdən tikilən məscidin binası 4 otaqdan ibarətdir. Məscid planda 4 bucaqlı olub. Əsas ibadət salonundan və özündəki köməkçi otaqlardan ibarətdir. Məscidin əsas baş girişi şimal tərəfdəndir. Mehrab qapı ilə üzbəüz yerləşir. Əsas salonun ortasında tavan örtüyünü saxlamaq üçün 2 ədəd sütun vardır. Qadınlar üçün ayrılmış kiçik sal 2-ci mərtəbədə yerləşir. Məscidin günbəzi xaricdən ağ dəmir ilə örtülüb. Azanın oxunduğu yer, şərəf, günbəzin üzərində yerləşir. Şərəfə çıxmaq üçün içəridə sağ tərəfdə pilləkənlər var. Mehrabın sadə quruluşu var və qoz ağacından düzəldilib. Məscidin mismardan istifadə edilməyərək hazırlanan qədim oyma naxışlı qapısı isə indiyədək qorunub saxlanılır. – 2001-ci ildə Hacı Cəfər məscidi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ölkə əhəmiyyətli tarixi memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülüb. Bu status onun yalnız keçmişini deyil, gələcəyini də qoruyur. Hacı Cəfər məscidi zamanın sınağından keçib. Yandırılmaq təhlükəsindən, dağıdılmış günbəzdən, unudulmaqdan qurtulub bugünə gəlib çatıb. Bəzən iz qoymaq üçün uca tikili yox, uca vicdan yetərlidir.